Azərbaycanın 90% müsəlmandır. 90% müsəlman olan bir yerdə bugün məscid sökmək mi olur? Avropada bugün məscidlər tikilir. Almaniyada, Fransada, Avropanın mərkəzlərində məscidlər tikilirlər ki, müsəlman ibadətgahlar olsun, müsəlmanlar rahat gedib orada ibadət eləsin. Amma bugün görürsən ki, həmin bir nəfər çıxır, milyarder, milyonçudur, bilməm nədir, həmin məscidləri sökmək istəyir və o yerində dini ocaqları söküb məktəb tikmək istəyir. Yenə də deyirəm, məktəb tikmək istəyirsən, öz binalarından, qazandığı milyonlarla məktəb tikir. Bir də məktəb tikmirsən, yox. O binanın yerinə ondan bina tikirsən, misal deyirəm, ondan yox, çox. Ondan bina tikir, ondan binanı tikmə, 9 dənə tikinə, birini məktəb tikir. Niyə məscid? O sual verir özü ki, bu adam niyə görə məscid dedi? Niyə görə başqa bir şey demədi? Məsələn, o qədər, məsələn, niyə görə zavod demədi, fabrik demədi? Niyə məscid? Niyə məscidi sökməlisən sən? Mənə bir ixtiyar versə, Allah eləməsə sənə ixtiyar verilsin. Allah sənin kimləri aradan aparsın ki, bizim başımıza da o bəlaları getirə bilmirsiniz. Yəni, bu məsələlər var burada. Bugün görürsünüz ki, danışan yox, deyən yox, heç etiraz eləyən yox ki, balam bu etirazlarını insan bildirməlidir ki, müsəlmanlıq, biz müsəlmançılığımızda möhkəm olmalı. Amma heç kim danışmır, heç kim nə lazımlı dairələr ki, danışmırlar. Biz bir həftə gözlədik. Görək ki, bəlkə biri danışar deyə, heç kim danışmır. Amma biz deyirik sözümüz ki, bu çıxışlara, bu cür ifadələrə, bu cür məscid və məscid əhlilərə, müsəlman və müsəlman əhlinə bir təhqirdir. Bu yol verilməzdir əlbəttə.